Pənah bəy, bu keçən söhbətlərimizdə də, yəni digər məsələn televiziyada da, YouTube televiziyalarında da belə bir məsələ oldu ki, güya ki xalq cəbhəsinə həmin vaxtlarda pul yığılıb o meydan hərəkatında. Adətən belə adlar 2 nəfərin adı çəkildi. Biri Nemət Pənahlı'nın dəstəsi, biri də orada xüsusən də çəkildi Sabir Rüstəmxanlının. Yəni belə söhbətlər getdi YouTube televiziyasında ki pul yığıldı. Sizin bu pul yığılmayan münasibətiniz, yəni həqiqətənmi o cəbhənin formalaşması üçün pul lazım idimi? Yəni siz Reaksiya TV-də bu Ənvər Əliyev və Nemət Pənahlı'nın dediklərini nəzərdə tutursunuz. Meydanda xalq cəbhəsi üçün pul yığılması məsələsini mən də bu verilişlərə qulaq asdım. Ənvər bəy, Ənvər Əliyev bildirir ki, belə bir çağırışlar vardı ki, həm də xalq cəbhəsi üçün bu yığılır, xalq cəbhəsinin yaradılması üçün. Nemət Pənahlı bu konkret belə bir fikir səsləndirmədi. Amma xalq cəbhəsindən yaradılması və ümumiyyətlə bir milli bir təşkilatın, hərəkatın təşkilatının yaradılması üçün pulun lazım olması və bu hətta meydandan əvvəl bu məsələlər barədə müzakirələrin aparılması barədə bir fikirlər söylədi. Mən sözün doğrusu hər iki fikir məncə mübahisəlidir. Əvvəla demək, meydanda burada səslənir, sənədlərdə də var ki, ayın 17-sindən başlayaraq meydandakı bütün çıxışlar, çağırışlar, şüarlar yazılıb. O vaxt bilirsiniz ki, SSR prokurorluğu istintaq aparıb, məhkəmə demək, materialları toplanıb, məhkəmə keçirilib, məhkəmə istintaq edib və onların heç bir xalq cəbhəsi üçün pul yığılması barədə hər hansı bir çağırış yox. Halbuki bütün çağırışlar, tələblər, ayrı-ayrı şəxslərin çıxışlarının hamısı video alınıb 28-nə qədər, 28-dən sonra da ayrı-ayrı şahid ifadələrində demək, bu məsələlər barədə var. Yəni, heç bir material yoxdur. Mən özüm də ayın 17-sindən, ötən dəfə sizlə döyüşdə dedim, saat təxminən 11-12 radələrindən ayın 4-nə qədər meydanı demək olar ki, bütün meydanda çıxışlarda iştirak edən belə bir çağırış, belə bir təklif eşidildi. Meydanda həqiqətən iyanə toplanıb. Bunu bir qədər də o dövrdə meydanı və hərəkatı gözdən salmaq üçün indilərdə də gedib pul yığmaq kimi təqdim olunur. Qəsdən bu şəkildə, bu forma, bu ifadə və bu şəkildə ifadə olunur. Yəni, söhbət o dövrdə demək, xüsusən təxminən 68 min rəsmən deyilirdi. Noyabrın sonuna, dekabrın əvvəlinə isə 90 minə qədər çatmışdı Ermənistandan didərgin və qaçqınların sayı. Həm demək, Ermənistandan didərgin salınmış insanlarımıza kömək üçün, həm demək, o dövrdəki Qarabağdan terrora məruz qalmış və qalmaqda davam edən qaçqın düşmüş insanların yardımı üçün meydandan iyanə toplanması, yəni onda pul şəklində. Bəziləri danışır ki, hətta qızıl tutan toplanıb. Sözün doğrusu mən istintaq materiallarında da, məhkəmə materiallarında da, çıxışlarda da qızıl və qiymətli metal toplanması barədə yəni belə bir hətta boyun falan belə bir söhbət. Qızıl söhbəti bilirsiniz 89-90-cı illər hadisələrinə aid deyilir. O da demək, məncə bir qədər qarışdırırlar bizim bu hörmətli, bu barədə danışan adını çəkdiyimiz şəxslər. Bu barədə 90-cı il yanvar hadisələri var, güya. O da güyadır. Mən xatırlayıram, bu bizim keçmiş bu partiya sədrlərindən Əli Əliyevin bir müsahibəsi vardı. 20 yanvarda güya ayrı-ayrı bir şəxslərdən, məsələn, Yaqub müəllimin adı çəkilmişdi, Yaqub Məmmədov. Onlardan qızıl alınması barədə adlarını çəkməyək, kimlərin tapşırıqla məlumdur. Var, o dövrdə dərc olunub, o cümlədən video çıxışlar var. 88-ci ildə bir daha təkrar edirəm, belə bir demək, pul toplanması haqqında pul şəklində iyanə olurdu və bunun təyinatı da məlum idi. Yəni, hamı bilirdi ki, bu həm Ermənistandan didərgin qaçqın tutulmuş şəxslər, həm də Qarabağdan olan şəxslər üçün idi. İndi ondan sonra bu toplayan şəxslər bunu meydanın müəyyən deyək ki, təmizlənməsi və s. üçün istifadə edib. İlk dəfə mən eşitdim ki, Nemət Pənahlı dedi ki,
sonralar o məhkəmə dövründə 89-cu ildə 3000 manatı da o məhkəmə materiallarının güya o sürətinin çıxarılması üçün istifadə edibdi. Hər halda belə məlum olur ki, $3000. yox, 3000 rubl. O vaxt dollar məsələsi bir qədər çox əlçatmaz məsələlərdən biri idi və milli pul da yox idi o vaxt. Söhbət rubldan gedir. Və yəni bu xalq cəbhəsi məsələsi və xalq cəbhəsinin yaradılması üçün mən deyəcəm ki, bunun bir məntiqi də yoxdur. Mümkün də deyildi. Pul toplanması məsələsi var deyilən, qətiyyən həqiqətə uyğun olmayan bir məsələdir. Bunun əksini təksib eləmək istəyən, yox, belə bir məsələ olub deyənlər varsa, mən hazıram onlarla bu məsələ barədə müəyyən diskussiya, müzakirə aparmağa. Bu bir. İkincisi, orada həqiqətən mütəşəkkil şəkildə toplanıb bir meydanda bu Rəsul deyilən sonra vəfat edib o şəxs tərəfindən bu Nemətin tərəfdarı kimi. Və Nemət Pənahlı da onu etiraf edir ki, ona tapşırıb, müəyyən əvvəllər əleyhinə olub pul toplanmasını, sonra görəndə ki, yox belə demək, gəlir belə bir yardımlar və bu yardımların inandığı bir şəxs olaraq həmin o Rəsulun konkret bir çadırda ayrılıb, orada toplanması barədə oradan çağırış edir. Demək, ona inanıb və demək, bu məsələ barədə ona etibar edib, etimad edib. Digər bir toplanma isə meydanda nümayiş komitəsi adlı bir təsisat yarandı. Səhv eləmirəmsə, yəni ayın 20-sindən sonra, 23-ündən 22-23-ündə bir nümayiş komitəsi adlı bir başqa bir təsisat yarandı. 88-ci il. Söhbət meydan mütləqlərindən gedir. Orada demək, Firidun müəllim rəhbərlik edirdi. Bir çox tanınmış şəxslər vardı orada. Sabir Rüstəmxanlı adını çəkdiniz. Əbülfəz bəy həmin nümayiş komitəsinin üzvü idi. Sonra İsa Qəmbər və digərlər. Yəni bir təxminən mən ümumi sayı və bütün siyahını bilmirəm. Və nümayiş komitəsinə də bu cür iyanələr daxil olmağa başladı. Elin 5-də bu vaxtı indi sözün doğrusu bilmirəm adı meydanın o bir tərəfidir. Mənzil Kommunal İdarəsinin köhnə dilləncə Jekin binasında idi. Yarım xalqalı bir bina idi. Orada toplanırdı həmin nümayiş komitəsi və o nümayiş komitəsinin də təyinatı ondan ibarət idi ki, miting mütəşəkkil şəkildə keçirilsin, nizamlansın və belə bir növ mitingin bir təşkilatı kimi belə bir. Bu həm də nümayiş komitəsinin xüsusiyyəti ondan ibarət idi ki, burada həm mitingdə iştirak edən və müxtəlif qeyri-formal liderlərin burada təşəbbüsü və iştirakı nəzərdə tutulurdu. Rəhbərdə qeyd etdiyim kimi Firidun Cəllov idi. Həm də burada hakimiyyət orqanları ilə də müəyyən bir razılıq olmuşdu. Çünki hakimiyyətdə də maraqlı idilər ki, meydanın idarə olunması müəyyən bir məcrada davam eləsin. Onların da öz, yəni onların fikrinə idarə olunan bir proses yaratmaq istəyirdilər və nümayiş komitəsinin mənim tanıdığım şəxslərin bir xeylisi Varlıq Təşkilatının üzvü idi. Firidun müəllim də Varlıq Təşkilatının üzvü idi və ümumiyyətlə demək, Varlıq Təşkilatının Varlıq qrupu da deyilir. O meydanın idarə olunmasında əsas rollardan birini oynayır. Yəni görünmürdü o. Amma nəzərə alsaq ki, mən hətta Nemət Pənahlı da məncə, mən dəqiq bilmirəm, mən görməmişəm Varlığın iclaslarında Nemət Pənahlı. Məncə Nemət Pənahlı da elə Varlığın üzvlərindən idi. Özünün də bu barədə səhv eləmirəmsə, yəni bu barədə açıqlaması olub, amma səhv edirəmsə... Çənlibeldə səhv eləmirəmsə? Yox, Çənlibeldə, məsələn, Vurğun Əyyub Çənlibelin sədri idi. Demək, düzdür, bu 88-ci il noyabr ayında Çənlibelin idarəçiliyində, rəhbərliyində də bir ziddiyyətlər yaranmışdı. Amma Vurğun, demək, Əyyub Çənlibelin sədri idi, o da Varlığın üzvü. Bir adamlar müxtəlif təşkilatlarda təmsil olunurlar. Və o cümlədən digərləri də İsa Qəmbər Varlığın üzvü idi. Sabir bəy bilmirəm, sözünü olsa xatırlamıram. Məncə Sabir Rüstəmxanlı Varlığın üzvü ola bilərdim. Mən əsasən, yəni, belə demək mümkünsə, pərdə arxasında ən azı Varlığın üzvləri hesab edirdilər ki, onların da ciddi bu meydanın idarə olunmasına, tənzimlənməsinə təsiri çox ciddi bir şəkildə var.
Mən bu xalq cəbhəsi məsələsini qayıdacağam. Bunları Hı hı. nəyə görə deyirəm ki, bir Bəli. aydınlıq olsun və sonradan demək bu meydan dağıdılandan sonraki istintaq başladı və bu pul məsələsi ciddi bir şəkildə əsas ittihamlardan biri kimi. Və yeri gəlmişkən bir daha təkrar edirəm. Onun mahiyyətindən daha çox meydanı, hərəkatı gözdən salmaq üçün və konkret liderləri gözdən salmaq üçün və onlara qarşı ittiham irəli sürmək üçün çox ciddi bir şəkildə hallandırılmağa başladı. Həm təbliğat aparılırdı bunun kənarda. Elə göstərdilər ki, məqsəd pul yığmaqdır. Bəli, yəni bunun fərqində olmaq demək lazımdır. Məncə o yığılan pulların istintaq aparıldı. Amma çox maraqlıdır ki, bunu deyirlər, o iştirakçılar da deyirlər. Bu pul yığımına görə hər hansı bir ittiham irəli sürülməyib. Rəsmi hansısa bir, yəni istintaqın əlində əsaslı faktlar olmayıb ki, bu həbs olunmuş və yaxud haqqında istintaq işi başlanılmış şəxslər barəsində bu ittiham irəli sürülsün. Çünki ən çox elə ən gözlənilənlərdən biri də bu ola bilər. Məlumatlar belədir və istintaq materiallarında da var bu məsələ ki, həm Rəsul familiyası sözündə olsun, Ələkbərov. Rəsul Ələkbərovun tərəfindən toplanılan demək, o da həbs olunmuşdur. Demək, vəsait, həm də nümayiş komitəsi tərəfindən orada da Bəhmən müəllim vardı, Bəhmən Sultanlı. Ona tapşırılmışdı bu məsələ. Onun tərəfindən toplanmış... Alim idi Bəhmən Sultanlı. Hə, bəli. Yox, ümumiyyətlə bu nümayiş komitəsində əsasən ziyalılar, alimlər toplanmışdı və demək, bu toplanmış vəsaitin bir xeyli hissəsi, onların dediyinə görə ən azı, yəni bu və siyahıda qalan sənədlərdə əks olunan vəsaitin xeyli hissəsi o istintaqda təhvil verilir. Bu tələb olunur çünki. Müəyyən bir hissəsinin isə o yuxarıda qeyd elədiyim kimi qaçqınlara, didərginlərə demək verilməsi haqqında izahatlar verilibdir və həqiqətən də verilibdir. Yəni bu mən bilirəm ki, o dövrdə müəyyən bir hissə. Mən açıqcası sözün doğrusu hər hansı bir mən əsassız və bir qədər də belə şişirdilmiş, belə qarayaxma hesab edirəm ki, güya hər iki o tərəfdə toplanan ki, vəsaitlər var. Onlar milyonlarla milyon deyən kimi də bizim rubl o dövrdə əhəmiyyətli bir şəkildə alıcılıq qabiliyyəti olmayan bir valyuta. Nominasiya idi və demək o dövrdə sürətlə keçmiş istədə bir silahlaşma, inflyasiya və s. əlaqədar da bu məsələlər bu qiymətdən düşürdü bunlar. Yəni bir qədər şişirdilir o demək məbləğ